Elhamdülillah qardaşlar, bugün 10-cu günün iftarıdır Ramazan ayının. Elhamdülillah. Və necə görürsünüz, artıq 10 gün getdi. Və Ramazan hələdir, birinci başlayanda ola bilsin, yavaş görsənir. Amma sonra elə sürətlə keçir ki, vaxt, birdən görsən artıq az qalıb, bir neçə gün. Və təbii ki, biz bu ay mömin üçün böyük bir fürsətdir. Fürsət nəyədir? İslah olmağı üçün, düzəlmək üçün. Çünki Ramazan nəinki ibadətdir, Allah'a yaxınlaşmaq üçündür, şeytandan uzaqlaşmaq üçün, həmçinin islah olmağı üçün insanın hər cəhətdən, həm sağlamlıq cəhətindən, həm əxlaq cəhətindən, həmçinin də, qardaşlar, günahlardan çəkinmək üçün böyük səbəbdir və vasitələrdən biridir. Ona görə Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, ey cavanlar evlənin, kim bacarmasa oruç tutsun. Oruç. Və ona görə ne üçün? Oruç, görsəndir ki, hədisdə də oruç şəhvəti zəiflədir. Xüsusən oruç. Və Ramazan, bu orucluq, Ramazan ayında xüsusən nəinki günahlardan çəkinməyə səbəb olur. Həmçinin insan danışığına artıq fikir verir, baxışına fikir verir, qulaq asmağına fikir verir. Və islah yollarından da biri orucluq dili tərbiyələndirir. Yəni, tərbiyə nədən ibarətdir? Birinci, qeybətdən. Çünki oruç tutan adam özünü qoruyur. Qeybət eləməsin. Təsəvvür, bir ay, ola biləndi məğribdən sonra başlayır, lakin hər halda gecə yatır ona görə, amma gündüz oyaq olsa da çalışır qeybət eləməsin. Həmçinin çalışır nəmamlıq eləməsin. Və ya çalışır söyüş söyməsin. Pis sözlər deməsin. Kimsə haqqına girməsin. Təsəvvürlə orucluq, adi bir də bu məsələdə görün, necə böyük təsir edir. Və qeybət haramdır. Qeybət eləmək böyük günahlardandır. Qəbairdir. Allah subhanət hələ buyurur ki, وَلَا يَخْتَبْ بَعْدُكُمْ بَعْدًا. Yəni, bir-birimizi qeybət eləməyin. Və necə qeyd etdik, qeybət eləmək həm böyük günahdır, həmçinin də insanların haqlarına girirsən. Və insan haqqına girmək də ən təhlükəli məsələlərdən biridir. Lakin biz bilirsiniz, şəriət ayırıb. Nə vaxt qeybət olur, nə vaxt qeybət olmur. Təbii ki, birdən bidətçi barədə danışırsansa, çəkindirmək üçün, hizbilərdən çəkindirmək üçün o qeybət deyil. O sünnətdir. Yəni, bəzi qardaşlar ayıra bilmir. Və ayıra bilmədiklərinə görə, qardaşlar bu məsələlərdə cahil olduqlarına görə, bəziləri də istifadə edir onların bu bilməməzliyindən. Deyir ki, onlar qeybət edir. Məsələn, sələflər kimdən çəkindirib? O çəkindirməyi onlar qeybət adlandırır. Amma bu əslində qeybət deyil axı. Düz deyil. Hətta çəkindirəndə də sərhəd var, geri onu keçməyəsən. Onu keçdin, qeybətə çevrilə bilər. Nə vaxt başlanır şəxsiyyətindən danışmağa? Olmaz şəxsiyyətindən danışmaq. Aydındır. Yəni, artıq qeybətə çevriləcək. Amma, məsələn, adama tutaq ki, deyirsən, filan kəsdən çəkin, filan kəsdən ehtiyatlı olun, qulaq asmayın. Və ya filan kəs, məsələn, mumeyyidir və ya mumeyyi mənhəcinə meyillidir və ya xavaricdir və ya xavaricləri meyillidir və ya gizli xavaricdir və s. Bu qeybət deyil. Bu qeybət deyil və böhtan da deyil. Amma dəqiq olmalıdır ya. Yəni, çəkinməlisən qeybətdən və böhtandan. Ona görə qardaşların çoxsu ayıra bilmir. Nə vaxt qeybət olur, nə vaxt yox. Ona görə Nəvəvi Rahimullah orada qeyd edir kitablarında ki, qeybət, 6 halda qeybət günah deyil, onu eləmək. Məsələn, biri qız istəyir. Qız evi gedir, məsələn, kim onu tanıyır, gəlib ondan soruşmağa. Filan kəs bizə gəlib, nə deyirsən?
Sən danışmayacaqsan ki, yox, Mumeygilə kimi. Yox, qeybətdir, fitnə olacaq, bölünəcək. Onda deməlisən. Və ya məsələn, biri ticarət eləmək istəyir, gəlib yanıma. Sən tanımırsan onu. Gedirsən kimlərdən onu tanıyır, soruşursan. O da deməlidir. Deməlidir, nə var da yox. Bu qeybət deyil. Təsəvvür, əgər belə məsələlərdə qeybət sayılmırsa, dini məsələlərdə xavariclərdən çəkinmək niyə üçün qeybətdir? Görün, necə alladırlar cavanları. Və ona görə bu incəliyi tutun, qardaşlar, başa düşün, düzgün. Təbii ki, qeybət haramdır, böhtan haramdır, böyük günahlardandır. Amma elə qeybətlər var, əksinə savabdır. Savabdır. Ona görə İmam Buxari, rahimehullah, Tarix-ül Kəbir Risaləsi yazanda 18 yaşında yazdı. O da ravilərdəndir, hökmləri var idi, kim necədir, kim necədir. Hətta ona o vaxt avamlar hər vaxt olur. O vaxt avamlar dedilər ki, sən qeybət eləysən və ya Mumeyyilər, o vaxtki Mumeyyilər. Dedilər ki, sən qeybət eləysən. Dedi, o da bəyan elədi ki, qeybət deyil bu. Peyğəmbər sallallahu aleyhi ve sellem'dən özü deyirdi kimsə barədə nəsə. Aydın qardaşlar, bu biraz qeybət mövzusunu toxunduq, şərh elədik qıssa. Çünki bu mövzuda alladılar qardaşları. Qardaşlar bu saat elə yumublar ağızdan ki, hətta xavaric demək olmaz. Xavariclər barədə danışmırlar, qorxurlar. Deyirlər, filan kəs dedi ki, qeybətdir, olmaz. Haqqına gezirsən, qəbirdə soruşmuş elə səndən. Biri də oturur, Kəbədə deyir, fikir verirsiniz, ham oturur, heç kəsə mümey gedmir, xavaric demir. Gör, nəyi qiyas eləyir. Kəbədə səhvdə oturur, gör, necə alladır. Əslində o müəyyən publika var, ola bilər pullu publikalar, onlar xoş deyirlər. Amma maşallah, bölmür cəmaatı. Ola bilər, onlar xoşuna gəlsin deyə, gör nəyi qiyas eləyir. Səhvdə oturanda deyir, görsən, heç kəs burada demir, o xavaricdir. Gör nəyi qiyas eləyir. Yəni, yumda heç nədən danışma. Yəni, xavariclərdən danışma. Yəni, o dərəcədə təbliğat gedir, qardaşlar. Şübhələrdir, şübhədir. Bilməyən qardaşlar da allanır. Sözə uyanlar, gözəl sözlərə uyanlar. Aydındır. Biz sadəcə bunu ne üçün deyirik? Dəvəti qorumaq üçün, sələf dəvəti. Sələf dəvəti xavaric dəvətinə qarışmasın deyə, sələf dəvəti ixvan dəvətinə qarışmasın deyə, başqa hizbi dəvətlərə qarışmasın deyə, ona görə deyirik. Və həm özümüz, həm sizə görə deyirik. Özün bilərsən. Gəlsən uç aya. Amma biz deməliyik onu. Yaxşı, sən sus, mən sus. Bəs bilməyənlər necə biləcək? Və bizim danışmamız əslində fitnə yox. Bizim danışmamız bu cür fitnənin qabağını almaq üçündür. Və bəziləri çox təəssüf ki, o başa düşmür. Hələm o qədələrə, şeytanlara inananlar var. Lakin vaxt lazımdır. Vaxt istəyir. Elhamdülillah. Ona görə qardaşlar, bu Ramazan tərbiyyədir bizim üçün. Tərbiyə. Çalışın. Bilin ki, necə sələflər deyib, oruç tutanda bir dənə yiyib içmiş şəhvəti tərk eləmək deyil. Sənin dilin də oruç tutmalıdır, gözün də, qulağın da, bütün əzaların. Allah subhanət hələ bizə işlə faydalardan etsin. Vəssalamu aleykum və rəhmətullahi və rəkatuhu.